Salam, mən Zaur. Və mən Xəyalə. Sizi 3 qat iplik verilişində xoş gördük. Bugün biz yenə də ailə münasibətlərində olan problemlər, onların həlli və bütün ailəyə aid nə suallar varsa, onlara bugün cavab axtaracağıq. Həqiqətən də ailə münasibətlər çox vacibdir. Hər bir ailədə hansı problem varsa, biz o problemlərə toxunuruq və o problem haqqında danışırıq. Həqiqətən də maraqlı verilişdir və maraqlı mövzular var bizdə. Bugünkü bizim mövzumuz valideyn və yeniyetmə övlad arasında olan münasibətlərdir. Həqiqətən də Xəylə, mənim üçün doğrudan da vacibdir da bu. Niyə görə? Çünki biz də ailəyik. Bizim də övladlarımız var və övladlarımız artıq elə bir dövr keçir ki, onlar yeniyetmədirlər. Və mən həmişə rəhbət sual vermişəm, bilmirəm hansı ailədə kimlər necə, mən həmişə rəhbət sual vermişəm ki, ya Rəbb, mən istəyirəm elə bir ata olum ki, övladım məndən örnək alsın. Yəni, məndə Allahı tapa bilsin, Allahı görə bilsin. Yəni, mən elə bir həyat tərzi sürüm ki, mənim övladım bu vəziyyətdə hansısa bir çətinliyi olsa da belə, hansısa bir sualı olsa da belə rahat yaxınlaşsın mənə. Hətta elə bir sıxıntısı olsa da belə ki, onu heç kimə deyə bilmir, amma valideynə o gəlib rahat bunu söyləyə bilsin. Mənim can atmağım, hər bir şey etməyə hazıram ki, tək ki, övlad məndən çəkinməsin. Maraqlıdır. Bu, məndə olan elə bir istəkdir ki, hansı ki, mənə elə gəlir ki, bu cür istəkli atalar çoxdur. Və analardan sözsüz ki, ana ürəyi başqadır. Amma ata öz övladı üçün doğrudan da əgər onun qeydinə qalırsa, onu axtarırsa, onunla vaxt keçirmək istəyirsə, onun dərdinə şərik olursa, onunla dostluq eləyirsə, bu çox vacibdir. Və ilkin olaraq istəyərdim bir ayə oxuyum. Bu ayə Çıxış kitabı 20-ci fəsil 12-ci ayədir. Burada belə yazılıb. Ata anana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun. Bilirsən, mən bu ayəni oxuyuram və burada maraqlı bir yer görürəm. Burada yazılıb ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun. Və qanun kitabında da var elə bir yer, harada ki, Rəbb Allah deyir ki, ata-anana hörmət et ki, ömrün uzun olsun. Ömrün uzun olmağı, day demə, övladın ata-anaya hörmət etməyindən asılıdır. Maraqlıdır, açar ayədir. Açar bir sözdür ki, övladın gələcəkdə həyatının uzun ömürlü olmağının açarı onun vaxtı ikən ailəsində olan atasına, anasına, valideynlərinə olan hörmətindən asılıdır. Və mən bu günləri baxıram ki, indiki gənclərə baxıram, indiki cavanlara baxıram. Hətta elə insanlar var ki, hansını ki, mən məsələn qəbirstanlıqlarda, bu yaxınlarda biz pandemiya dövrünü yaşadıq və həqiqətən də çox insanlar dünyasını dəyişdi. Və istər-istəməz mən qəbirstanlıqda kimisə yad eləməyə, kimisə ziyarət eləməyə, yəni yaxın insanlardan söhbət gedir. Baxanda görmüşəm ki, cavan insanlar gedir. Cavanlar gedir. Və baxırsan ki, onların hətta qəbrinin daşları belə bildirir ki, yəni o insan nə dərəcədə dağar. Cavan uşaqdır, 18, 20, 22, 25 yaşında, amma öz başınalıqdan mı deyim, və yaxud itayətsizliyinə görə mi deyim, və yaxud hansısa bir avtoqəzadan mı deyim, özünü idarə etməyi bacarmadığından mı deyim, qəza keçirib və dünyasını dəyişib. Və baxıram, görürəm ki, doğrudan da Allahın sözü öz yerini tapır. Ki, o vaxtı ikən atasının, anasının dediyi sözünə qulaq asmadığına görə onun ömrü qısa olub. Və ömrü də heç olub. Atası üçün, anası üçün böyük bir dərd olub. Maraqlıdır. Əhd-i Ətiqdəki məşhur personajlara da əgər baxsaq biz, əksəriyyəti yetkinlik illərində belə onlar göstərdikləri şücaətlərə görə xatırlasaq, bəzən biz bu gözəl insanların gəncliklərində necə olduqlarına dair ipucu tapa bilərik. Amma onların yeniyetməlik illərində hansı qərarlar qəbul etdikləri, onlar nəyi öyrəndilər, həyatlarında nə əldə etdilər, biz müqəddəs kitaba, Əhd-i Ətiqə baxsaq, bir çox şeyi öyrənə bilər. Məsəl üçün, mən misal çəkə bilərəm Musa Peyğəmbəri. Musa Peyğəmbər ola bilsin, gəncliyində Misircə öyrəndi. Misir dilini öyrəndi, Misirin mədəniyyətini öyrəndi.
yazmağı, pozmağı öyrəndi və maraqlıdır. Hansısa nəyisə öyrəndi bu insan. Və yaxud məsəl üçün o Fironun sarayında yaşadı. Hansısa bir əlamətdar bir yerlərdə yaşadı. Və yaxud biz başqa bir yeri götürsək, Şamuel peyğəmbər. Şamuel peyğəmbər 12 yaşında artıq Allah onu ilə danışdı. 12 yaşında, siz təsəvvür edirsiniz, 12 yaşında olan gənc Samuel onu ilə Allah danışır. Bu gözəl bir xeyir duadır ki, Allah səninlə danışır 12 yaşında. Və o da Allaha cavab verirdi. Hətta mənim yadımdadır, o yerləri mən oxuyanda mən həmişə maraqlı hisslər keçir ürəyimdə ki, həqiqətən adam istəyir ki, gənc yaşlarından Allah səninlə olsun. Allah səninlə danışsın, Allah sənə nəyisə açsın. Hətta biz görürük ki, Şamuel peyğəmbərə artıq o vaxtdan Allah gələcəyi bildirir və o peyğəmbərlik etməyə başlayır və peyğəmbər dövrünü başlayır artıq. Amma bu nə vaxt başlayır? Gənc yaşlarından, yeniyetmə dövrlərindən. Və Vaiz kitabında da 12-ci fəsil 1-ci ayədə belə bir yer var, hardakı gözəl bir sözlər yazılıb. Yazılıb ki, pis günlər gəlməzdən qabaq onlardan zövq almıram. Deyəcəyin illər yaxınlaşmazdan əvvəl cavanlıq günlərində səni yaradanı xatırla. Birbaşa Rəbb Allah deyir ki, artıq gənc yaşlarından başda Allahı axtarmağa. Amma baxaq, gəl baxaq bugünkü gündə, bugünkü gənclər, bugünkü yeniyetmələr Allahı axtarır yoxsa yox? Yoxsa başqa bir işlərlə məşğuldurlar, bu dünyanın başqa maraqlı, özləri üçün maraq tapdıqları bir şeyləri axtarırlar. Onlar övladlar üçün doğrudan da, valideynlər üçün onlar doğrudan da bir sevincdirlərmi, bir neymətdirlərmi, paydırlarmı, yoxsa böyük bir problemə çevriliblər? Görəsən, bunun problemi nədir? Bunun arxasında nə durur ay xeylə? Zahir, mən başqa bir iman qəhrəmanlarını da yada salmaq istəyirəm. Mən Daniel və Yusif peyğəmbər haqqında danışacağam biraz. Daniel haqqında demək istəyirəm ki, hələ yeniyetmə ikən bütün saray əyanları üçün adət olan ət yeməkdən və şərab içməkdən o imtina edir. Təkcə özü yox, onun 3 dənə vəfalı dostu da var idi. Onlar dördü birlikdə bu qərara gəlirlər ki, yəni o əyanların etdiyi, o vaxtı insanların etdiyi adətlərlə getməsinlər. O bütpərəstlikdə yaşamasınlar. Bəli. Belə baxanda o vaxt üçün bu günahlı bir şey deyildi. O vaxtı götürəndə. Amma Danielgil başa düşürdülər ki, onlar Allahın əmrini yerinə yetirməlidirlər. Yəni Allah onlara deyib ki, bunu eləmə, etmə. Çünki onlar imanlı idi axı ona görə. Və onlar Allahın dediyi ilə oturub dururdular və Allah onlara nə əmr etmişsə, onu eləməyə çalışırdılar. Və buna görə də Rəbb onlara, yəni Danielin özü və dostları Rəbbin dediyi ilə oturduğuna görə, Rəbbin dediyi sözləri yerinə yetirdiyinə görə Rəbb onlara Danielə gözəl ürək vermişdi, bilik vermişdi, sonra ruhları ayırd edirdi. Qeyri-adi bacarıqlar bəxş eləmişdi Rəbb ona. Və Yusif haqqında danışaq. Yusif də deməli böyük qardaşları, biz bilirik ki, müqəddəs kəlamdan onu paxıllıqdan Misirlilərə qul olaraq tacirlərə satdı və Yusif o vaxtı onun başına bu hadisə gələndə təxminən 17 yaşı olardı Yusifin. Və bu cür şəraitdə təsəvvür eləyin, Yusif 17 yaşında uşaq, ata-anadan uzaq olsa da, yəni tanımadığı millətin, yəni tanımadığı qeyri-yahudilərin yəni əlinə düşdüyünə görə qul olaraq düşməsinə baxmayaraq Rəbbin xeyir duası onun üzərində idi. Yəni Yusifi Rəbb tərk etməmişdi. Hətta mən istəyərdim belə bir söz də deyim ki, o müqəddəs kitabda yazılıb ki, Rəbb Yusiflə idi. Bəli, Rəbb Yusiflə idi, düz deyirsən Zahir. İndi təsəvvür edin, o qul olmaq üçün verilib Misirlərin əlinə Yusif. Və onu satın alan, yəni o Patifar üçün satın alınmışdı və o Patifarın yanında xidmət elədi və o yaxşı xidmət elədiyinə görə o uğur qazandı. Biz bilirik ki, çox hörmətə mindi və uğur qazandı. Gənclik illəri, ümumiyyətlə biz gənclik illərindən danışırıqsa yeniyetməlik vaxtlarla, bu illər Allahla şəxsi ünsiyyət qurmaq üçün çox gözəl bir vaxtdır. Və həm qurmaq üçün bu münasibətlər, həm də bu münasibətləri inkişaf elətdirmək üçün çox gözəl bir vaxtdır. Görəsən Allah bugünkü gündə yeniyetmələrin və hətta bizim uşaqlarımızın
uşaqlarımızdan belə nə istəyir? Yəni Allahın əmrlərindən biri də odur ki, övladlar hörmətlə və ehtiram göstərməklə valideynlərinə tabe olsunlar. Və mən Koloslardan 3-cü fəsil 20-ci ayədən oxumaq istəyirəm. Ey övladlar, hər işdə ata-ananıza itayət edin. Çünki bu Rəbbi razı salır. Valideynin yeniyetməyə verdiyi tərbiyə onun uşağa olan məhəbbətindən, sevgisindən irəli gəlir. Amin. Və əlavə olaraq da demək istəyərdim ki, valideyn Rəbbin ona tapşırdığı deməli tapşırığını yerinə yetirmək istədiyindən irəli gəlir. Yəni Rəbb ona deyib ki, uşaqlarını tərbiyə eləməlisən, onun qeydinə qalmalısan. Yəni ona görə valideyn, çünki biz Rəbbin qarşısında onlara görə cavabdehlilik daşıyırıq öz uşaqlarımıza görə. Amin. Düzdür. Bu günləri biz valideynlərin övladlarına verdiyi tərbiyə haqqında əgər baxsaq, yeniyetmə övladlar üçün bu vacibdir və ata-ana övladlarına necə tərbiyə verirsə, sözsüz ki, onun da gələcəkdə bir insanın, gələcəkdə bir formalaşmış bir şəxsiyyət kimi ortaya çıxmasıdır və sözsüz ki, valideynlərin bu günlər övladlara verdiyi tərbiyə gələcəkdə cəmiyyətə nə dərəcədə təsir edən bir şəxsiyyətlərə gətirib çıxardır. Və mən istəyərdim İbranilərə göndəriş 12:10-da yazılan ayəni oxuyum. Yazılıb ki, atalarımız bizi qısa bir müddətdə öz dərk etdikləri kimi tərbiyələndirdilər. Yəni bu nə deməkdir? Bu o deməkdir ki, hər bir valideyn, söhbət burada imanlı valideynlərdən getmir. Mən yeri gəlsə 17 yaşıma qədər mən Rəbbi tanımamışdım. Və mənim də atam, anam özləri bacardıqları qədər, bildikləri qədər, hardasa tərbiyə haqqında eşitdikləri qədər və yaxud öz dədə-babalarından, böyüklərindən öyrəndikləri kimi və yaxud evlərində gördükləri kimi və yaxud tutaq ki, hansısa bir kitabları, tərbiyə haqqında olan kitabları oxuduqları kimi çalışıblar onlara istinad edərək, onlardan götürərək öz övladlarına, şəxsən mən elə bir tərbiyə almışam ki, mən daha çox tərbiyəmi anamdan almışam. Və mən bir yeniyetmə kimi artıq 17 yaşım çatanda mən bir çox şeyləri anamdan öyrənmişdim. Və anam da mənim üçün elə bir şəxsiyyət idi ki, mən ona hər bir şeyi gəlib danışa bilərdim. Mənim hansısa bir problemim var idisə, o bilavasitə mənim üçün bir dost idi. Və çox gözəl insanla danışardı. Ananın övladla danışığı, söhbətləri çox vacibdir. Çünki bir çox şeylər, bir çox problemlər söhbətlə həll olunur. Və bilməməzlikdən, o söhbətin olmamağı da belə problemlə nəticələnir ki, övlad utanır, övlad gəlib səninlə o söhbət eləyə bilmir. Və bir ayə də istəyərdim oxuyum. Bu Koloslar 3:21-də yazılıb. Ey atalar, övladlarınızı incitməyin, yoxsa cəsarətləri qırılar. Bu artıq övlada aid olan söz deyil. Bu artıq ata-anaya, valideynə aid olan bir sözdür. Və bunu müqəddəs kitabda, Kolosserlərə məktubda imanlılara yazır Rəbb. Həvari Paul vasitəsilə Rəbb imanlılara deyir ki, övladlarınızı incitməyin, ki, cəsarətləri qırılmasın. Maraqlıdır. Deməli, valideyn özünü elə apara bilər ki, övlad ondan qaçsın. Övlad evdən qaçsın. Övlad sınsın, qırılsın və bir şəxsiyyət kimi qırılsın. Və mən fikir vermişəm ki, bu problemlə rastlaşan bir çox ailələr var. Hansıların ki, ailəsinin içində mən fikir vermişəm, imanlı olmağına baxmayaraq, evlərində övladları ilə problemləri bitmir. Bu da nədən irəli gəlir? Hər iki tərəf istəyir öz istədiyini yeritsin. Ata istəyir ki, övlad onun sözünə qulaq assın, övlad isə istəyir ki, ata ona diqqət ayırsın. Ana istəyir ki, övlad, məsəl üçün qızdırsa, qızı ədəbli geyinsin, özünü elə bir vəziyyətdə cəmiyyətə çıxartsın ki, utanmasın ana onun yerinə. Amma övlad isə deyir ki, yox, mən istədiyimi geyinəcəm. Mən istədiyim formada cəmiyyət arasına çıxacam. Və burada problem başlayır. Doğrudan da maraqlıdır. Belə bir vəziyyətdə biz nə etməliyik? Biz valideynlər, əgər övlad sənin sözünə qulaq asmırsa, əgər övlad sənin dediklərə ümumiyyətlə əks gedirsə, dikbaşlıq eləyirsə,
heç sənin sözünə qulaq asmırsa, yaxşı, Allah mənə deyir ki, onun cəsarəti qırılmasın deyə onu qırma. Onun xətrinə dəymə. Amma axı mənim istəyim odur ki, o ölməsin. Çünki onun getdiyi yol onu ölümə aparır. Onun apardığı, o getdiyi o yol onu pis günə qoyacaq. Pis vəziyyətə salacaq. Mən də atayam, mən valideynəm. Mən nə etməliyəm görəsən? Biz nə etməliyik? Mən müqəddəs kəlamdan, deməli, qanunun təkrarı 21-ci fəsil 18 və 21-ci ayələrə qədər oxumaq 18-dən istəyirəm. 21-ci 21-ci ayələrə qədər Aha. oxumaq istəyirəm. Deməli, burada nə yazılıb? Əgər bir adamın dikbaş, itayətsiz, valideynlərinə qulaq asmayan, ata-ana tərbiyəsinə məhəl qoymayan bir oğlu varsa, valideynləri onu götürüb şəhərin darvazasına, şəhərin ağsaqqallarının yanına gətirsinlər. Şəhər ağsaqqallarına belə desinlər: bizim oğlumuz dikbaş və itayətsizdir. Heç sözümüzə baxmır, qarınqulu və əyyaşdır. Onda şəhərin əhalisi onu daşqalaq edib öldürəcək. Beləliklə aranızdan pisliyi atın. Qoy bütün İsraillər bu xəbəri eşidib qorxsunlar. Həqiqətən gözəl ayələrdir. Qorxulu ayədir. Bəli, qorxulu ayələrdir və burada uşaqlardan danışır, yəni onlara verilən uşaqlar haqqında Rəbb burada bizə deyir. Deməli, biz uşaqları həqiqətən elə tərbiyə eləməliyik ki, Rəbb qorxusunda. Yəni, biz elə tərbiyə verməliyik ki, uşaqların ürəklərində Allahdan qorxu, Allaha qarşı qorxu olsun. Bizdən yox, Allahdan Bizdən yox, qorxu. düzdür, bizdən də hardasa çəkinməlidirlər, hörmət eləməlidirlər. Amma o əsas Allahdan qorxmalıdırlar ki, onların gələcək həyatlarında hər bir atdığı addımlarda nə edirlərsə, harda olurlarsa, qoy onların ürəyində o qorxu olsun ki, onlar hər hansı bir, necə deyim sizə, qorxulu bir addımı, hər hansı bir səhv hərəkət eləməkdən çəkinsinlər. Və biz onları tərbiyə edəndə onlara Rəbb İsa Məsihi göstərməliyik. Onlara Rəbb İsa Məsihin sevgisindən, atamızın onlara verdiyi qayğıdan, onları necə bir məhəbbətlə sevməyindən danışmalıyıq. Onların ürəklərinə əkməliyik ki, Rəbb necə xeyirxahdır, mərhəmətlidir. Hər hansı bir günahı etsələr də belə, çünki dünya başdan ayağa günahla doludur və uşaqlarımız istər-istəməz bu dünyada gəzirlər və istər-istəməz bütün pislikləri görürlər, bütün pisliklərlə üzləşirlər, günahla üzləşirlər və biz elə tərbiyə verməliyik ki, yəni hər bir çıxılmaz vəziyyətdə uşaqlarımız, yeniyetmələrimiz o vəziyyətdən çıxmağa yol tapmalıdırlar. Və biz əgər Allah qorxusunu, Rəbb sevgisini onların ürəklərinə əksək, həqiqətən bu onların həyatında çox böyük əhəmiyyətli rol oynayacaq və onlar çıxış yolu tapacaqlar. Və həqiqətən də mən bir şey demək istəyirəm ki, əgər biz bu verdiyimiz tərbiyəmizə, əgər uşaqlarımız xor baxsalar, bizim dediklərimizlə oturub durmasalar, yəni bizi uşaqlarımızı tərbiyə eləyəndə o hikməti, o müdürklüyü Rəbdən alırıq, dua eləyib və əgər uşaqlarımız bizə xor baxsalar, bizim sözümüzü, yəni Allahın bizim vasitəmizlə verdiyi tərbiyə xor baxsalar, bu o deməkdir ki, onlar Allaha qarşı gedirlər və Allahdan onlara birbaşa cavab, yəni Allahın onlara cavabı və cəzası çox pis olacaq. Yəni onlar Allahdan qorxmalıdırlar elədiyi hər bir hərəkətə görə. Və oxuduğumuz yerlərə baxanda biz nə görürük? Bu çətinliklərlə üzləşən valideynlər Peyğəmbərlərin yanına gəlirlər və yaxud kahinin yanına gəlirlər və öz dərdlərini deyirlər ki, biz uşaqlarımızla bacarmırıq. Yəni, bizim uşaqlarımız dikbaşdır, sözə qulaq asmırlar. O vaxtki zamanda isə kahinlər və yaxud Peyğəmbərlər onlar üçün dua edirdilər və Rəbdən cavab istəyirdilər onlar üçün və bu məsələ həll olurdu. Amma indiki vəziyyətdə həmin peyğəmbərlər və həmin kahinlər yoxdur da. Yəni var, düzdür, məbədlərdə kahinlər var. Amma biz birbaşa Rəbbimizə, İsa Məsihimizə bu barədə müraciət edə bilərik və bütün dərdimizi, ürəyimizdə olan bütün problemləri ona aça bilərik və bizim bütün bunları, bütün bu yükləri, valideynlərin ürəyində olan bu yükləri götürməyə qadir Rəbbimizdir. Və biz tamlığı ilə öz uşaqlarımızı, onun həyatını, ailəmizi tamlığı ilə Rəbbə verə bilərik ki, Rəbb bu məsələləri həll etsin. Rəbbimiz uşaqlarımızı düzəltsin və onları düz yola gətirsin. Maraqlı bir yerə toxundun Xəyələ. Çünki mən birdən-birə bir anın içində başladım yadıma salmağa. Müqəddəs kitabda belə bir yer var ki, harada ki, ataya qarşı gedən bir oğul görürük.
Bu da Davud Peyğəmbərin oğlu Avişalomdur. Çünki Avişalom birbaşa ataya qarşı getdi. Və biz görürük ki, ata, yəni həmin Davud Avişalomu bağışlayır. Düzdür, orada o məsələni izah etmək istəmirəm. Kimlər istəyirlərsə müqəddəs kitabda həmin yerləri oxuya bilərlər. Çünki Avişalomun ataya qarşı getməyinin məqsədi o idi ki, güya atası düzgün hərəkət etməyib və onun qardaşını bağışladı və yaxud biz orada görürük ki, müqəddəs kitabda onun öz qardaşı bacısını belə deyək də təcavüz etmişdi və buna görə də o düşünürdü ki, atası mütləq Amnonu öldürməlidir. Amma Allah belə deyək də Davud Amnonu öldürmədiyi üçün Avişalomun ürəyində incilik baş qaldırır, kin baş qaldırır atasına qarşı və narazılığı olur ki, sən niyə öldürmədin onu? Və özü əlinə alır qılıncı və Amnonu bayram günlərində vurub öldürür. Və bu məsələlər şişir, bu məsələlər qalxır. Bax, Rəbb adi bir atanın etdiyi hərəkətindən sonra onun həyatına gələn problemə baxın. Və maraqlıdır ki, Davud Peyğəmbər Avişalomu bağışlayır. Hətta Yoava da belə deyir ki, Avişalomu tutsaz öldürməyin. Amma maraqlıdır. Davud öz oğlunu bağışlayır. Amma Allah bağışlamır. Niyə? Çünki o təkcə Davuda qarşı getmədi. Biyaxları sən gözəl bir söz dedin ki, övladlar ata-anaya hörmət etməyəndə, axı bu sözü bizə deyən Allahdır ki, hörmət et ki, ömrün uzun olsun. Bu sözü bizə deyən Allahdır. Bu söz Allahın sözüdür və övlad anlamalıdır ki, o ata-anaya hörmət etməyəndə o Allaha qarşı gedir. O ata-ananın dediyini etməyəndə o Allahın dediyini etmir. Və hörmət etmədiyi halda da Allah ona qarşı durur. Və mən elə bir insan tanımıram ki, yəni insan axmaq olmalıdır ki, Allaha qarşı getsin. Və doğrudan da bu axmaqlıqdır. Axmaqlıqdır ki, övlad ata-anaya hörmət etmək istəmir. Amma maraqlıdır. Mən başqa tərəfi də istəyirəm söyləyim. Bu doğrudan da vacibdir. Bəzən ata, ana elə bir hərəkət edir ki, övlad ona hörmət etmir artıq. Mən elə bir atalar, analardan danışıram ki, hansılar ki, evlərində, damağında siqaretlə və yaxud içki ilə və yaxud ağzından nalayiq sözlər istifadə edərək, ailəsində oturub pis-pis hərəkətlər eləyərək və valideyn kimi sonradan uşağından hansısa bir onun dediklərini eləməyini tələb eləyir və deyir ki, yox, sən mənə hörmət etməlisən. Axı, bu olmayacaq. Sən bir ata kimi doğrudan da ata deyilsənsə evində, əgər sən ana kimi analıq borcunu yerinə yetirmirsən və evdə əgər valideynlər Rəbbi, sən biyaxları gözəl bir söz dedin ki, biz nümunə olmasaq, biz Rəbbin dediklərini övladlarımıza göstərməsək, bu haqda danışmasaq, onlara öyrətməsək və özümüz, öz timsalımızda, öz nümunəmizdə biz bunu göstərmiriksə, biz nəyi istəyə bilərik övladlarımızdan? Çünki bir dəfə mənim yaxın qardaşım gözəl bir söz söyləmişdi öz oğluna və övladına, öz oğluna qayıtdı, dedi ki, sən niyə görə bilirsən, belə deyək də, mənə hörmət etməlisən və yaxud mənim dediyimi etməlisən. Ona görə ki, mənim sənə borcum yoxdur. Amma bu, Allahın mənə tapşırdığıdır və mən sənin qeydivə qalmalıyam. Mən bir ata kimi sənin qeydivə qalmalıyam. Amma sənin də borcun da odur ki, mənim dediyimə qulaq asmalısan. Sən bunu etməyə bilərsən, bu sənin öz işindir. Amma mən bu günləri elə bir ailələrdə övladlar tanıyıram ki, hansılar ki, deyir ki, mən atanın artıq sözünə qulaq asmaq istəmirəm. Vaxt var idi ki, hətta mən bir-iki dənə belə bir video rolikləri görmüşdüm ki, ilkin mərhələlərdə 7, 8, 10 yaşlarında övladlar üçün valideynlər idealdır. Valideynlər onların, belə deyək də, pərəstiş nöqtələridir. Amma artıq 15-16 yaşları olanda valideynlər artıq onlar üçün kim olurlar? Atam, anam tam %100 düz deyil. Belə bir ifadələr işlədirlər.
və bir neçə müddət keçəndən sonra 20, 25, 26 yaşlara çatanda artıq bu cür səslər, bu cür sözlər formalaşır ki, yox, mənim valideyn hər şeyi bilmir və hər şey də düz deyil. Amma 40 yaşına çatandan sonra və elə bir valideynlər var ki, artıq dünyasını dəyişib və o uşaqlar artıq böyüyüblər, özləri valideyn olublar. Onlar deyirlər, kaş mən atamın dediyinə qulaq asardım. Kaş mən anamın vaxtı ikən mənə nəsihətinə qulaq asardım. Və doğrudan da Süleyman Peyğəmbər bu haqda nə qədər ayələr yazıb. Ata-anaya hörmət etmək, valideynin, ananın, atanın sözlərini yerə salmamaq haqqında nə qədər sözlər yazır. Rəbb bizə öyrədir, bizə bu haqda danışır və bu vacibdir, bu həqiqətən də vacibdir ki, biz bu günləri buna diqqət ayıraq. Biz bu haqda danışaq. Həqiqətən də xeylə, sən necə düşünürsən? Biz bu günləri nə etməliyik ki, övladlar bizim sözümüzə qulaq assınlar? Biz birinci Rəbbimiz İsa Məsihin dediklərini eləməli, yəni müqəddəs kəlamda, Bibliyada yazıldığı kimi oradakı ayələri oxuyub, təkcə oxumaq yox, onları həyatımızda icra eləməliyik və orada övladlara aid olan söhbətlər var, ayələr var, valideynlərə aid olan ayələr var və onları uşaqlarımıza əkməliyik, onları başa salmalıyıq və onlara öyrətməliyik ki, onlar bu yolla getsinlər, Rəbbin yolu ilə getsinlər, valideynlərinə itaət etsinlər, hörmət eləsinlər ki, uzun ömürlü və xeyirdalı olsunlar. Və bir yerdə istəyirəm söyləyim, təkcə söyləməklə də iş düzəlmir, özümüz də nümunə olmalıyıq və həmçinin də onlar üçün mütləq dua etməliyik. Və mən də istəyərdim indi bütün bizi dinləyən tamaşaçılar üçün, kimlərin ki evlərində, ailələrində, valideynlər, övladları ilə problemləri var, onlar üçün istəyərdim, qısa da olsa dua edim. Çünki bu dua elə belə deyil. Biz Rəbbə müraciət edirik, Rəbbə güvənirik. Gəlin dua edək. Gözəl Allahım, Rəbbim, xilaskarım, bizim Rəbbimiz İsa Məsih, minnətdaram sənə ki, hansı ailələrdə övladlar var, sən deyirsən ki, övlad bu sənin payındır. Yalvarıram sənə, hansı ailədə valideynlə övlad arasında problem varsa, nə olar sənə yalvarıram ya Rəbb, bu problemləri həll eləməyə bir çıxış yolu göstər, yardım elə, müqəddəs kəlama daha çox yönəlmək üçün onlara güc, qüvvət ver ki, onlar hər bir vəziyyətlərində müqəddəs kitaba müraciət etsinlər və Allahın sözünə inansınlar, güvənsinlər və daha çox sənə yer versinlər öz həyatlarında. İstər valideyn olsun, istər övlad olsun. Və hansı ailədə problem varsa, ya Rəbb, bütün problemləri sənin önünə gətiririk. Yalvarırıq ki, bu problemlərə sən son qoyasan və yardım eləyəsən ki, bu problemlər həll olunsun ki, valideynlərlə övladların arasında həm sülh olsun, həm əminamanlıq olsun. Səndən xeyir dua istəyirik. Ata, oğul və müqəddəs ruh adıyla amin. Hər birinizə xeyir dua arzulayırıq. Valideynlər, övladlarınızı sevin. Övladlar, valideynlərinizə hörmət edin.